Tarazlığa aid suala baxırıq. Deməli, şərtdə qeyd olunub ki, A, B, C maddələri həcmi 2 litr olan qabda 2A üstəgəl B reaksiyanı yazın. 2A üstəgəl B alınır 2C reaksiyası üzrə T1 anında tarazlıqdadır. Qrafikdə ifadə olunan məlumatlara əsasən Y-i hesablayın. Qrafikə diqqət yetirək, görək Y nədir? Baxırıq ki, Y B maddəsinin son mol miqdarını göstərir. Yəni, qabda var imiş 2 mol B, diqqət yetiririk. Sonra B-nin miqdarında kəskin artım gedib və sonra biraz azalıb və nə qədər qalıbsa onu bizdən istəyir. Yəni, əlavə olunub, sərf olunduqdan sonra qabda neçə mol B maddəsi qaldığını bizdən istəyir. T1 anına kimi baxırıq ki, T1 anına kimi qabda 2 mol B maddəsi olur. Və bura fikir veririk ki, 4 mol həm C, həm A maddəsini mol miqdarını göstərir. T1 anında qabda 4 mol A, 4 mol C olur. Sonra fikir veririk ki, B maddəsi əlavə olunub, B-nin qrafiki kəskin artandan sonra A-nın miqdarında 2 mol azalma gedib, 4-dən düşüb 2-yə. C-nin mol miqdarında isə 2 mol artım gedib, 6-ya qalxır. Yəni, verilənləri burada göstərim. Demək, A-nın başlanğıc qatılığı olub 4. Qatılığı yox, mol miqdarı. B-dən qabda olub 2 mol, C-dən də qabda olub 4 mol. Yəni, A və C hər ikisi göstərdiyim kimi T1 anına kimi 4 olub. Və bunlar onların mol miqdarını ifadə edir. Şərtdə isə həcmin 2 litr olduğu qeyd olunur. Biz bunların hər birini 2-yə bölüb qatılığını hesablayırıq, həcmə bölürük. Bu elədir 2, 1, C-nin də qatılığı olacaq 2. Artıq tarazlıq qatılıqları bəllidir deyə biz burada KT-ni hesablaya bilərik. KT-ni tapanda məhsulun qatılığını bölməliyik məhsulların qatılıqları hasilinə. Vurulsun B-nin qatılığı. Qiymətləri yerinə yazırıq. 2-nin kvadratı bölünsün 2-nin kvadratı vurulsun 1 və bunu hesablayırıq 1. Deməli, tarazlıq sabitinin qiyməti 1 olur. Sonra davam edək. Görək sonra nə baş verib. Mol miqdarı ilə davam edəcəm, çünki son olaraq qabda maddənin mol miqdarını tapmalıyıq. Qatılığı sildim. Sonra qrafikə diqqət yetiririk. Silim aydın görsənsin. Qrafikə baxırıq ki, bayaq dediyim kimi, əgər hər hansı bir maddənin qrafikində tədricən artım gedibsə, məsələn, C-də olduğu kimi, deməli, bu reaksiya sağa yönəlib, reaksiya nəticəsində tədricən alınır deyə qrafikdə tədricən artım gedir. Baxın, bu formada tədricən artım. Amma B-də isə qrafikdə kəskin artım var. Deməli, B qaba əlavə olunan maddədir. Və B əlavə olunduqdan sonra nə baş verib? A-nın qatılığı bayaq dediyim kimi 2-yə düşüb. Ona görə yazıram bura. A-nın qatılığı 2 olub. 2 olubsa, demək ki, A-dan 2 mol sərf olunub. 2 mol azalma gedib. Əgər 2 mol A reaksiyaya girərsə, 1 mol B reaksiyaya girmiş olur. Çünki 2-nin 1-ə nisbətində reaksiya daxil olur. A-dan 2 mol daxil olubsa, B-dən 1 mol daxil olacaq. Yəni, B-nin mol miqdarında 1 mol azalma gedəcək. Və A və B C-yə çevrilirsə, 2A-dan 2C alınır reaksiya tənliyinə əsasən. Ona görə A-dan 2 mol sərf olunubsa, C-dən də 2 mol alınacaq. Deməli, burada da 2 mol maddə əmələ gələcək və nəticədə qabda C-nin mol miqdarı olacaq 6. 4 var idi, 2 mol da alındı, nəticədə oldu 6 və qrafikdə də bu təsvir olunur. C-nin qatılığı gördüyünüz kimi burada C-nin qatılığı 6-dır. Baxın, bu hissədə C-nin qatılığı 6 verilib. Bundan sonra nə baş verir, ona baxırıq. Demək, artıq B maddəsinin neçə mol əlavə olunduğunu buradan müəyyən edə bilərik. Necə müəyyən edirik? Burada 1 mol B var və üzərinə neçə mol əlavə olunarsa verilən hal alınır və verilənləri bölərək həcmi 2 litr olduğuna görə hər birini qatılığını hesablayırıq. Deməli, bunu da 2-yə böləcəyik, bunu da. Demək, ona görə burada olacaq A-nın qatılığı 1,
B-nin qatılığı olacaq 0,5 üstəgəl 0,5x və C-nin qatılığı da olacaq 6/2 3. Bunlara əsasən biz KT-nin də qiyməti bəllidir. Yerinə qoyub hesablasaq, artıq biz əlavə olunan x, yəni B maddəsinin mol miqdarını tapmış olacaq. KT bərabərdir 1, bunu tapdıq. Bərabərdir yenə A-nın qatılığı, yəni 3-ün kvadratı, əmsalı 2-dir. Bölünsün, bu C-nin qatılığıdır. Bölünsün A-nın qatılığı 1-in kvadratı, vurulsun B-nin əmsalı yoxdur deyə elə 0,5 üstəgəl 0,5x yazırıq. Və buradan ifadəni həll edirik. Demək, ifadəni həll etdikdə 9 bərabərdir 0,5 üstəgəl 0,5x və buradan x bərabərdir 17. Biz nəyi müəyyən etdik? Buradakı x-i müəyyən etdik. Baxın, buradakı x-i müəyyən etdik. Bizdən isə y istəyir. Y bərabərdir 1 üstəgəl x-ə. Yəni, qabda son olaraq B maddəsindən neçə mol olub? Ona görə y-i buradan tapırıq. Y bərabərdir 1 üstəgəl 17 bərabərdir 18. Deməli, son olaraq qabda 18